لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. İkinci sual. Cemaatla namaz qılmağın hökmü nədir? Bu vacibdir, yoxsa sünnə, yoxsa fardi kifayədir, bir qrup etsə digərlərindən düşən, yoxsa fardi ayndır, hər kəsə vacibdir? Kişilərin cemaatla namaz qılmaları fərdi ayndır, hər kəsə vacibdir. Doğru olan rəy də budur. Birlikdə qılınması təşviq edilmişdir. Bir qrup alim bunun fərdi kifayə olduğunu, digər bir qrup isə sünnə olduğunu demişdi. Lakin bu iki rəy dəlil baxımından zəifdir. Doğru olan budur ki, o fərzdir, yəni mükəlləf, yetkin və ağlı başında olan kişilərin hər birinə ayrı-ayrılıqda vacibdir. Onlara namazları məscidlərdə, Allahın evlərində cemaatla qılmaq vacibdir. Bunun üçün bir çox dəlillər vardır. Onlardan biri uca Allahın namazı qılın, zəkatı verin və rükû edənlərlə birlikdə rükû edin buyruğudur. Burada rükû edin əmrini təkrar etdi. Bu da məqsədə dəlalət edir ki, insanlarla birlikdə namaz qılın. Uca Allah müharibə halı haqqında buyurmuşdur. Sən onların, əshabının arasında olub onlara namaz qıldırdığın zaman, onlardan bir dəstə səninlə birlikdə namaza dursun və silahlarını da götürsünlər. Beləliklə, qorxu, müharibə halında cemaat vacib oldusa, əmin-amanlıq halında vacib olması daha öncəliklidir. Peyğəmbərin Allahın salamı və salavatı onun üzərinə olsun. Bu sözü də buna dəlildir. Kim azanı eşidib gəlməzsə, üzürlü səbəbi olmadığı təqdirdə onun namazı yoxdur. Peyğəmbər həmçinin buyurmuşdur. Həqiqətən, içimdən elə keçdi ki, namazın qılınmasını əmr edim. Namaz üçün iqamə verilsin. Sonra bir nəfərə insanlara imamlıq etməsini əmr edim. Daha sonra özümlə bir qrup kişi götürüb, əllərində odun bağlamaları ilə namaza gəlməyən kişilərin yanına gedim və evlərini yandırım. Bu onların əməlinin, cemaatı tərk etmələrinin ciddiliyini göstərir. Həmçinin, Müslimdə sabit olan Əbu Hurayranın, Allah ondan razı olsun, rəvayət etdiyi hədisdə kör bir kişi Peyğəmbərə dedi: Ya Rəsulullah, məni məscidə gətirəcək münasib bir bələdçim yoxdur, məsafə də uzaqdır. Mən evimdə namaz qıla bilərəmmi? Peyğəmbər buyurdu: Namaz üçün çağırışı, azanı eşidirsənmi? Kişi, bəli dedi. Peyğəmbər, o zaman çağırışa cavab ver, deyə buyurdu. Əgər evi uzaq olan, özünə münasib bələdçisi olmayan kör bir kişiyə azanı eşidirsə, gəlmək vacibdirsə, sağlam və gözü görən birinin gəlməsi daha öncəlikli bir vacibdir. Əgər Peyğəmbər namazdan geri qalanların evlərini yandırmaqla hədəliyibsə, bu namazdan geri qalmağın batil və münkər bir iş olduğunu, buna görə cəzaya layiq olduqlarını göstərir. Peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun, buyurdu ki, əgər evlərdəki qadınlar və uşaqlar olmasaydı, o evlərini yandırardım. Doğru rəy budur. Bəli, müsəlmanlar üçün Allahdan sağlamlıq və hidayət diləyirik. Həqiqətdə cemaat namazından geri qalmaq bir müsibətdir. Çox təəssüf ki, böyük bir insan kütləsi bu hala düşüb. Hətta bəzən bu hal elmə nisbət olunan, elm əhli sayılan kəslərdə də baş verir. Bunlar bir müsibətdir. Bundan qurtulmaq lazımdır. Elm əhli və elm tələbələri örnəkdilər. Onlara vacibdir ki, Allahdan qorxsunlar və Allahın vacib buyurduğu əmələ tələssinlər ki, onların tələbələri, qonşuları və başqaları da onlardan örnek alsınlar.